Salam hörmətli izləyicilər, xoş gördük hər birinizi Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə toyuqları profilaktik olaraq nə vermək lazımdır ki, xəstəliyə yoluxmasınlar və bir çox belə deyərdim xəstəliklərdən qoruyasınız. Deməli, toyuqlara, cücələrə də vermək olar, həmçinin hündüşkalara, ördəklərə, qazlara, bütün ev quşlarına vermək olar bunu sularında. Deməli, bu nədir? Yodinoldur. Yəni bunun mənim kanalımda var. Bu insan aptekində də satılır yodinol. Həmçinin belə deyək, şeydə də özünüz evdə də hazırlaya bilərsiniz bu yodinolu. Mənim kanalımda həm evdə hazırlanma var, həm də belə deyərdim aptekdən alma var. Düzdür, aptekdən alma çox vaxtı çox apteklərdə olmur, tapmaq olmur. Ancaq siz onu ev şəraitində hazırlaya bilərsiniz. Ev şəraitində o necə hazırlanır? Deməli, sizə bir dənə produkt mağazində satılan nişasta lazım olacaq, kartof nişastası. Bu kartof nişastasından olur, çünki müəyyən abunəçilər bilirəm ki, yazacaq ki, qarğadalı olar. Yox, bu şeydir, ancaq belə deyək də, şeydən olur, onun adı nə idi? Kartof nişastasından. Limon duzu lazım olacaqdır, şəkər və bir də yod. Təbii ki, su da öz yerində. Deməli, bunun hazırlanması ev şəraitində necədir? Kanalımda var ətraflı hazırlanması. Əgər burada başa düşməsəz, girib orada da baxa bilərsiniz. İndi isə istəyirəm danışam necə hazırlanır. Yəni, deməli, bir stakan, yəni bir banka götürsüz, yarım belə də 200-300 qramlıq, nə bilim, yarım litrik bir banka ki, yaxşı yekə olsun, qarışdırmaq olsun. O bankaya deməli bir çay qaşığı şəkər əlavə edirsiniz. Bir hardasa bir çay qaşığından birəcə az limon duzu. Limon duzu indi şeydə də ərzaq mağazinlərində də satılır. Ədviyyə mağazinə. Ədviyyə mağazinə daha da yaxşıdır ki, çox verilir. Amma ərzaq mağazinlərində, yəni paşkada zətdə alırsınız, o az olur. Ondan bir də 2 xörək çay qaşığı da belə deyərdim, nişasta, kartof nişastası və üzərinə bir stakan suyu əlavə edirsiniz, yaxşıca qarışdırırsınız, şəkər ərisin, limon duzu ərisin, ondan sonra kartof nişastası ərisin. Onlar əriyəndən sonra yarım çay qaşığına da yod əlavə edirsiniz. Onda göy belə maye alınır. Onu siz deməli, əziz izləyicilər, hazırlanandan sonra ilıq sunan, yəni qaynar yox, soyuq yox, ilıq da, yəni belə çox da ilıq, isti su olmasın da, elə belə də, yəni normal bir sunan, yəni bumbuz sunan yox, normal bir sunan hazırlayırsınız. Və onu hazırladınız, bir stakan elə bir krujkada tökə bilərsiniz böyük, yəni suyun onsa ziyanı yoxdur. Bunu hazırladınız, siz götürürsünüz 6-7 litr suya töksüz, qarışdırıb və qoysunuz toyuqların, hündüşkaların, ördəklərin, qazların qabağına içirlər. Bunu profilaktik olaraq ayda bir dəfə, xüsusən də bu avqustdan sonra sentyabr aylarına keçəndə, sentyabr, oktyabr, noyabr aylarında məsəl üçün 2 gün, 3 gün hər ay vermək olar. Məsəl üçün hər ayın başında 3 gün, 4 gün belə dalbadal verirsiniz. Bu bütün xəstəliklərdən qoruyur. Yəni profilaktik olaraq bunu verirsiniz, bütün orqanizmasınızı belə deyərdim təmizləyir. Yəni ev şəraitində bunu belə hazırlayıb verə bilərsiniz. Hətta yeni olmuş cücərlər, yeni deyəndə yəni 2-3 günlük cücərlər belə sularına qatıb verə bilərsiniz. İçində yod olduğundan, şəkər olduğundan onlar üçün daha da xeyirdir. Yəni vermək olar ördək balalarına, qaz balalarına və s. Yəni bax belə hazırlayıb verirsiniz. Apteklərdən tapsaz
daha da yaxşı yocinolun özünü. Yox tapa bilməsəz, eləyib özünüz evdə hazırlayıb verirsiniz. Bir də onu qeyd edim ki, dəmir qabda vermisiniz. Yəni şüşədə, bankada hazırladınız, plasmas qabda su töksüz 6-7 litr və onu töküb verirsiniz da, yəni onda qayırsınız. Çünki heç vaxt yadınızda saxlayın, ümumiyyətlə toyuğa, cücüyə yod verəndə, yod və yod tərkibli nəsə dərman verəndə heç vaxt onu dəmir qabda verməyin. Yəni qazanlar zad olur da, indi bəzi insanlar qulpu zad qırılır, ördəyin, toyuğun qabağına, cücənin qabağına qoyurlar ki, su içsin. Qətiyyən dəmir qabda qoymayın da. Yəni bu qoya bilərsiniz digər suları. Ancaq bu yod olan, tərkibi yod olan və yaxud bəzi insanlar yod da əlavə eləyir suyuna. Onda dəmir qabda vermək olmaz. Yəni yodla o dəmir olmur da. Yəni suyunu verəcəksiniz, görəcəksiniz ki, qaralır. Ona görə plasmas qabda vermək lazımdır. Bax belə əziz izləyicilər, bugün də istədim bir balaca bu haqda danışan məlumat verəm. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun. Videolarımıza da like qoyun. Çünki biri-birindən gözəl, faydalı videolarımız gəlir, məlumatlar gəlir. Sağ olun, salamat qalın və gələn videolarda görüşmək ümidi ilə sizdən ayrılam. Xahişim də odur ki, like qoyasınız və abunə deyilsinizsə abunə olun. Sağ olun əziz izləyicilər.